Salam, hər vaxtınız xeyir olsun. Dost TV nefrində xoş gördük sizləri. Sizlər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentinin fəaliyyət istiqamətlərindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırsınız. Bu dəfəki verilişimizdə mövzumuz çağırışçıların yekun tibbi müayinəsi və bu mövzu ilə əlaqədar studiyamıza dəvət etdiyim qonağı sizə təqdim edirəm. Qonağımız Tibbi Qiymətləndirmə Xidmətinin Təşkili Departamentinin müdür müavini Günel Məmmədovadır. Günel xanım, xoş gördük sizi verilişimizdə. Salam. Prezident İlham Əliyevin fərmanına əsasən 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlarımızın tibbi şəhadətlənməsi zamanı yekun tibbi müayinəsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir və istərdim çağırışçıların yekun tibbi müayinəsi necə aparılır? Bildiyimiz kimi yekun tibbi müayinə dedikdə Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyində aparılan müayinədən söhbət gedir. Fərmana əsasən bütün sənədlər artıq elektron qaydada formallaşdırılır. Sənədlərin formallaşdırılması təbib tərəfindən başlanılır. Yəni ilkin olaraq vətəndaşa çağırış gəldikdə vətəndaş tibb müəssisəsinə müraciət edir və mütləq müayinə metodları bitdikdən sonra barəsində müvafiq qərarlar qəbul edilir. Əgər çağırışçılara dair 4 istiqamət üzrə qərarlar qəbul edilirsə, bu sıradan kənar hərbi xidmətə yararlılıq haqqında və eyni zamanda hərbi xidmətə yararsızlıq haqqında qərar qəbul edilirsə, bu zaman həmin çağırışçılar artıq yönləndirirlər yekun tibbi müayinə üçün müvafiq agentliyimizə. Agentlikdə vətəndaş daxil olduqda vətəndaşa növbə üzrə qəbul həyata keçirilir və forma 44 əsasında və eyni zamanda vətəndaşın əyani müayinəsi nəticəsində barəsində qərar qəbul edilir. Günel xanım, agentlik tərəfindən hansı kateqoriyalar üzrə çağırışçıların yekun tibbi müayinəsi aparılır? Vətəndaşa dair əgər müvəqqəti yararsızlıq, yəni C kateqoriya təyin edilirsə də, əgər vətəndaş məhdud yararlı hesab edilirsə də, o zaman yəni C kateqoriyası təyin edilirsə də, əgər D kateqoriyası müəyyən edilirsə də, yəni bu həm dinc dövrdə, həm müharibə dövründə vətəndaşın hərbi xidmətə yararsızlığı barədə qərar qəbul edilir. Bu zamanda artıq agentliyə göndərilir və sonuncu B kateqoriyadır ki, bu da sıradan kənar hərbi xidmətə yararlılıq kateqoriyasıdır. Vətəndaşa həmin kateqoriyada təyin edildiyi təqdirdə vətəndaş yekun tibbi müayinə üçün əyani müraciət edir artıq agentliyə. Yəni 4 kateqoriya üzrə bir də sədalət Bəli, bu C, Ç və D kateqoriyalarıdır və sıradan kənar dediyimiz B kateqoriyası üzrə qərar qəbul edilirsə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən, o zaman vətəndaş yekun tibbi müayinə üçün agentliyə müraciət edir. Aydındır. Bəs yekun tibbi müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən hansı qərarlar verilə bilər? 3 istiqamətdə qərar verilə bilər. Belə ki, vətəndaşa ilkin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş kateqoriya eyni kateqoriya üzrə təsdiqini tapır. Eyni kateqoriya üzrə qərar çıxarılır, fərqli kateqoriya üzrə qərar çıxarıla bilər. Belə ki, vətəndaşa hər hansı bir kateqoriya müəyyən edilib, lakin müayinə nəticəsində digər fərqli kateqoriya müəyyən edilir. Üçüncü istiqamət isə ümumiyyətlə vətəndaş yararlı hesab edilir, yəni ona heç bir kateqoriya müəyyən edilmir. Bəs yekun tibbi müayinə zamanı vətəndaşlarımız digər tibb müəssisəsinə müayinə üçün göndərilə bilirmi? Əgər vətəndaşın sənədlərində və yaxud müayinə nəticəsində hər hansı bir natamamlıq müşahidə edilirsə də, ya müayinəsi, müalicəsi axıra kimi aparılmayıbdırsa da, o zaman vətəndaşın ixtisaslaşmış tibb müəssisəsinə göndərişlər müşahidə edilə bilər. Yəni vətəndaşın dərinləşdirilmiş müayinəsi üçün stasionar yatışa ehtiyac varsa, bu zaman vətəndaşa bir sıra hallarda Ç kateqoriyası müəyyən edilir, yəni müvəqqəti yararsızlıq müəyyən edilir. Xəstəliyə uyğun olaraq 3 aydan 12 aya qədər bu müddət ola bilər. Onun əsasında artıq vətəndaş göndərilir digər müəssisələrə. Orada ya müalicəsini davam etməlidir, ondan sonra təkrar müraciət edəcək agentliyə və yaxud dərinləşdirilmiş müayinə üçün stasionar müşahidə. Bu, psixiatrik xəstəliklərdə də müşahidə oluna bilər, hər hansı bir kardioloji problemi olan vətəndaşda da müşahidə oluna bilər. Yəni, onların dərinləşdirilmiş müayinəsi üçün göndərişlər verilə bilər. Bir də Günel xanım, bizim çağırışçıları maraqlandıran suallardan biri də yastı pəncəli idi.
Yəni bu hansı hallarda yastı pəncəli yararsız sayıla bilər xidmətə? Deməli, yastı pəncəli diaqnozu ümumiyyətlə tağın hündürlüyü əsasında müəyyən edilir. Tağın hündürlüyü əgər 17 mm-dan aşağıdırsa, yəni 3-cü dərəcəli yastı ayaqlıq müəyyən edilibdirsə də vətəndaşda və oynaqlarda osteoartroz müşahidə edilirsə də, bu zaman vətəndaşa yararsızlıq müəyyən edilə bilər. Lakin digər hallarda, yəni 17 mm-dan yuxarı olduqda tağın hündürlüyü, bu artıq ikinci, birinci dərəcəli yastı ayaqlığa, yəni istiqamətində qərar verilir və nəticədə də vətəndaş yararlı hesab edilə bilər. 17 mm-dan aşağı olduğu təqdirdə yararsız hesab edilir vətəndaş. Bura dərəcələr də şamil olunurmu? Yəni yastı pəncəkdə orada müvafiq dərəcələr də qeyd olunub, bəli, lakin bəzi hallarda dərəcə ilə, yəni tağın hündürlüyü tam üst-üstə düşməyə bilər. Əsas olaraq tibbdə tağın hündürlüyü nəzərə alınır. Yəni yastı pəncəlikdə bəli, müəyyən edilməsi üçün bəli, tağın hündürlüyü nəzərə alınacaqdır. Onun əsasında da artıq dərəcə müəyyən edilir. Dediyim kimi 17 mm-dan aşağı 3-cü dərəcə olduğu üçün bu yararsız hesab edilir. Və eyni zamanda digər bir xəstəlik, yəni skalyoz. Bu xəstəliklə bağlı skalyoz hansı dərəcədə yararsız hesab olunur? Bildiyimiz kimi skalyoz xəstəliyi ümumiyyətlə müalicəyə tabe olunan xəstəliklərə aiddir. 11 dərəcədən aşağı olduğu təqdirdə vətəndaş yararlı hesab edilir. 11 dərəcədən yuxarı müəyyən edilirsə, 11 dərəcə daxil, o zaman vətəndaş yararsız hesab edilir. Amma burada bir məqamı qeyd eləmək istərdim. Deməli, skalyozun çəkilişi mütləq şəkildə hal-hazırda qüvvədə olan hərbi həkim haqqında əsasnamədə qeyd olunan kimi Chaplin metodu ilə aparılmalıdır. Yəni, vətəndaş horizontal formada çəkilişi aparılmalıdır və Chaplin üsulu ilə ölçüləndə 11 dərəcədən yuxarı olan skalyozlar yararsız hesab edilə bilərlər. Və möhlət hüququ? Möhlət hüququ, yəni sırf əgər skalyozdan söhbət gedirsə də, bu halda yəni ki, möhlət hüququ müəyyən etmək mümkün deyil. Dərəcəyə uyğun olaraq müvafiq qərarlar verilir. Möhlət hüququ adətən hər hansı bir xroniki xəstəliklər zamanı, hansının ki, müalicəsi mümkündür və yəni nəticələr, müsbət nəticələr əldə etmək olur. Tutalım ki, piylənmə diaqnozu vətəndaşda müəyyən edilirsə də, əlbəttə ilk müraciəti zamanı mütləq şəkildə vətəndaşa 6 ay müddətində müvəqqəti yararsızlıq veriləcəkdir, yəni möhlət veriləcəkdir. Bu müddət onun müalicəsini davam etmək üçün, çəkinin azaldılması üçün verilən müddətdir. 6 aydan sonra vətəndaş təkrar müraciət edir və artıq həmin çəki əsasında qərar qəbul edilə bilər. Onu kimi də digər xroniki xəstəliklər zamanı, yəni vətəndaşa həmin xəstəliyin müalicəsi üçün möhlət, yəni müvəqqəti yararsızlıq müəyyən edilir. Xəstəliyindən asılı olaraq 3 aydan 12 aya qədər ola bilər bu müddət. Həmin müddətdə də vətəndaş müalicə alır və təkrar şəhadətləndirilməyə cəlb olunur. Kateqoriyaların içində C kateqoriyası var ki, hansı ki 3 il müddətinə möhlət verilir. Bu 3 il müddəti bitdikdən sonra, yəni hansı möhlət hüququ qazanır və yaxud da ondan sonra nə baş verir 3 ildən sonra? C kateqoriyası dedikdə, ümumiyyətlə C kateqoriyası məhdud yararlılığı nəzərdə tutulur. Bu, bəzi xroniki xəstəliklər zamanı müşahidə edilir. Həmin vətəndaşlar müharibə dövründə yararlı hesab edilirlər. Və C kateqoriyası əgər vətəndaşa müəyyən edilibdirsə də, 3 ildən sonra skalyozdur, 11 dərəcədir. Vətəndaş bu 3 il müddətində əgər müalicə olunursa, təkrar müraciəti zamanı skalyozu ölçdükdə 11 dərəcədən az müəyyən edilərsə də, əlbəttə yararlığa doğru dəyişəcəkdir kateqoriya. Yəni C kateqoriyası verildikdə 3 ildən sonra bunun dəyişilməsi mümkündür. Hər iki istiqamətdə. Əgər xəstəlikdə ağırlaşma müşahidə edilirsə də, o zaman D kateqoriyasına keçmə ehtimalı da ola bilər. Yox, vətəndaşda əgər müalicəyə tabe olunan xəstəlikdirsə, 3 ildən sonra artıq vətəndaş müraciət edir və sağalma müşahidə edilirsə də, o zaman əlbəttə vətəndaşa A kateqoriyası, yəni yararlı da müəyyən etmək mümkündür. Aydındır Günel xanım və istərdim yekun tibbi müayinə qərarından razı qalmayan çağrışçılarımız üçün hansı tədbirlər görülür? Əgər qərardan vətəndaş narazıdırsa, iki istiqamətdə müraciəti mümkündür.
Birinci müraciət apellyasiya müraciət edə bilər. Bildiyimiz kimi Əmək Əhali Sosial Müdafiə Nazirliyinin tabeliyində apellyasiya şurası yaradılıbdır ki, həmin apellyasiya şurasında 7 üzv hal-hazırda müəyyən edilibdir. Həmin üzvlər fərqli qurumlardan nümayəndələridir və həmin apellyasiya müraciət edərək vətəndaşın qərarı dəyişdirilə bilər. Yəni apellyasiyanın qərarı nəticəsində dəyişdirilə bilər. Eyni zamanda da vətəndaş artıq məhkəməyə də müraciət edə bilər. Və verilişimiz başa çatmaq üzrədir. İstərdim elə yekunlarla son olaraq bu sualda cavablandırasınız. Çağırışçılarla qərar barədə məlumat hansı qaydada verilir? Çağırışçılar hal-hazırda ümumiyyətlə bütün sənədlər elektron qaydada, yəni mübadiləsi həyata keçirilir deyə, hətta vətəndaşa çağırış belə MyGovaz, yəni şəxsi kabineti üzərindən daxil olur. Yəni vətəndaş öz MyGovazın şəxsi kabinetinə daxil olaraq həmin məlumatlarla tanış ola bilər. Eyni zamanda da barəsində verilən kateqoriyanın barədə də, yəni nəticə barədə də özünün şəxsi kabinetindən daxil olaraq tanış ola bilər. Təşəkkür edirəm Günel xanım. Verilişimiz başa çatmaq üzrədir. Verilişimizə gəldiyiniz üçün minnətdarlığımı bildirirəm. Dəvətiniz üçün təşəkkür edirəm. Sağ olun. Hörmətli tamaşaçılar, xatırladım ki, Dayaq nöqtəsi verilişinin bu dəfəki qonağı Tibbi Qiymətləndirmə Xidmətinin Təşkili Departamenti Müdür Müavini Günel Məmmədova idi. Siz Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentinin fəaliyyət istiqamətlərindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırdınız. Sağ olun.